أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمين يا رب العالمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي وأما بعد Allahın salam və salavatı olsun Peyğəmbər, bunun pak əhli beytinə, qolmuş şeytanın şərrindən Allaha sığınıram. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Hədis anlama metodu dərsində bugün 6 may 2026-cı il. Mövzumuz nə idi? Hədislərin doğruluq meyarı. Yəni hədis hardan bilək ki, hədis etibarlıdır? Nə ilə ölçülməlidir? Məsələn, kartof, soğan bilməzsə bir neçə kiloqramdır. Ölçürsən də bunu tərəzi ölçü vahididir. O səhiyyə bir neçə kiloqramdır. Düzdür? Bu da həmçinin hədisi biz necə bilək ki, hardan bilək ki, bu doğrudur, doğru deyil. Bizə yol göstərib. Mən bir dənə haşiyə çıxın. Bunu qeydliyin sizə lazım olacaq. Bax. Zamanının imamını tanımadan ölən şəxs cahiliyyət dönəmində ölən şəxs kimidir. Hədisdir, bəli. Əhl-i-sünnə təsdiq edir, bəli. Şiə təsdiq edir, bəli. Bu kimdir? Peyğəmbərimiz. Peyğəmbər imamların adlarını, zamanın imamını demədən dünyasını dəyişərsə, biz hardan bilək zamanın imamı kimdir? Ta biz ona iman gətirək, onu qəbul edək ki, cahiliyyət dönəmində ölənlərlə olmayaq. Peyğəmbər onların adlarını, kimliyin, ləqəb və adlarını bizə bildirmədən dünyasını dəyişərsə, bizim qalır bu məsuliyyət boynumuzda? Yox. Niyə? Çünki Peyğəmbər deyir ki, zamanın imamını tanımaq lazımdır. Yaxşı, kimdir Peyğəmbər? Tanıtdı da mən onda. Peyğəmbər mümkündür ki, öz vəzifəsini yerinə yetirmədən dünyasını vəfat eləsin? Yox. Bıraxsın mən öhdəmə, mən hardan bilirəm imam necə olmalıdır, nəcür olmalıdır, hansı keyfiyyətlərə malik olmalıdır, hansı xüsusiyyətlərə cavabdeh olmalıdır, hansı sifətlərə malik olmalıdır, o mən hardan bilim? O mən kimə deməlidir? Peyğəmbər. Peyğəmbər demədən dünyasını dəyişsə, bu mümkün deyil. Mümkün deyil. Çünki Peyğəmbər bunu demədən dünyasını dəyişsə, öz vəzifəsi yerinə yetirməmiş olur və məndə qalam avara. Və sonra mənə heç deməsin ki, sən niyə filan kəsə özünə imam bildin, böyük bildin? Deyir, mən hardan bilim? Mən hardan bilim? Peyğəmbər deyir, zaman imamı tanı, amma mənə tanıtdırmır. Necə olmalıdır adam? Ağlımız bizə nə deyir? İnsaf bizə nə deyir? Peyğəmbər deyib, zamanın imamını tanımadan kimsə ölsə, cahiliyyət dönəmində ölən şəxs kimidir, yəni kafir, münafiq, müşrik filan, düzdür. Ağlımız, insaf bizə nə deyir? Və Peyğəmbərin əxlaqı, Peyğəmbərliyi, Peyğəmbərliyinin tamamlanması, höccətinin tamamlanması bizə nə deyir? Deməli, Peyğəmbər bizə imamların adlarını, kimliyini bildirib. Düzdür? Yaxşı. Bu da məlum. Bizə nə qalır? İndi zamanın imamını tanıyıblar, tanımayıblar əsrlər boyu. Tanıyan tanıyıb, tanımayan tanımayıb. Qəbul eləyib, etməyən də eləməyib. Bugünkü gündə zamanın imamı kimdir? Və Qədr surəsində Allah deyir ki, mələklər nazil olurlar. Ruh nazil olur. Hara nazil olur? Quranda ayəmiz var, Fussilet surəsində. Mələklər deyir, nazil olurlar Allahın bəndələrinə, sevdiyi bəndələrə. Kimdir o adam? Məsələn, qısa konkret bu ağlı sübutlarla insan bunu anlayır ki, zamanın imamı var. Hər dövrdə bu şeylər olub. Çünki Peyğəmbər onları bizə tanıtmadan dünyasını dəyişərsə, din yarımçıq qalacaq. Peyğəmbərimizin dininin yarımçıq qalmaması üçün Qədr-i Peyğəmbərin elan lazım idi. Mənim sözümdə yox. 67-ci maddədə Allah deyir, Peyğəmbər, əgər sən bunu deməsən, çatdırmasan, sən 23 illik Peyğəmbərin heç nədir. Nöqtə odur, o deməlisən. O deyəndən sonra, onu eləyəndən sonra maddə 3 gəldi. İndi din kamil oldu. Deməli nə? Özündən sonra rəhbər təyin etməli, dinin kamilliyini bildirir.
O, baxma Peyğəmbər əziyyət çəkir, zülm görüb, 23 il təbliğ qılıb, ona bağlıdır. Özündən sonra rəhbəri təyin eləməlisən. Hər nə məsələ varsa, bizdə rəhbərlik, imamət mövzusudur. Tərəf müəyyən bir cərəyanlar qəbul elədi, eləmədi, hər nə olursa olsun, deməli elə iş var ki, Peyğəmbərlik missiyası ona bağlıdır. Bu çox güclü mövzudur ya, çox maraqlı bəhsdir həqiqətən də. Təsəvvür edirsən, o hansı mövzudur ki, Peyğəmbərin Peyğəmbərliyinin qəbul olunmaqlığına bağlıdır. Bütün sənədlər yazılır, amma orada axırda qolu peçatı yoxdur. Sənəd qəbulda yox. Peyğəmbər və illəm təfəal fəmə bəllət risalətə. Qəşəng mövzudur, Qədir ayətdir. Bunu eləməsən, sən sanki Peyğəmbər etməmisən. 23 il əzab əziyyət deyir, nə olsun, etdin bunu. Edib. Nə idi ki o, hansı əməl, hansı işi idi, Peyğəmbər bunu eləməlisən və eləyib, olur nə Peyğəmbər. Peyğəmbərin isbatı, Peyğəmbərin tamamlanması. Hansı mövzudur? Yəni o tamamlanmalıdır. İndi hədislərimizin də həmçinin doğruluğu bula misal idi ha. Qarnı qalmasının giriş idi. Bizim girişimiz getdi 15-20 dəqiqə. Hədislərimiz deyir ki, hədis, yaxşı, ya Peyğəmbər, ya imam, mən nə bilim bu söz sənindir, sənin deyil. Hədis elmini ortaya qoyublar, rical elmi, ortaya qoyurlar ki, dirayə elmi, hədisin sənədi, mətni, ravi kimdir, nəçidir. Ta biz hər şey bilək. Ümumiyyətlə, insanlar haqqı qəbul etməyə barəsində zərrə qədər əllərinə bahanə yolu yoxdur. Mən bilmədim, niyə bilmədim? Bilə bilərdin də sən. Niyə öyrənmədin? Hədis doğru deyil. Alimlər var, bəli, niyə soruşmadın? Hasiyə olarak bilim ki, hədis düzgündür. 1. Quran ayəsini tutaşır. 2. Tutaşır hədisi sünnə ilə. Müəyyən bir söz deyirlər İmam Peyğəmbər adına ki, güya imam bunu buyurub, güya İmam xanım Zəhra bunu buyurub, güya bunu Peyğəmbər bunu buyurub. Yaxşı, hədis kimi demirlər. Onu tutaşır İmam Peyğəmbər həyatı ilə, o da sünnə, həyat tərzi ilə. Ona uyğun bir davranışı olubsa, sözü olubsa, reaksiyası olubsa, qəbul. Olmayıbsa, qəbul eləmirsən. 3-cü nə idi? Ağıl. Hansı ağıl? Danışı ağlın şərtlərindən. Hər ağıl yox. O deyir, namaz olsa, insan aparar cənnətə. Namaz olmasa, insan aparar cəhənnəmə. Namaz, oruc, bulan şərtləri var. Ancaq əyilmə, durmaqlıq, yeri cənnətdir, yox, o üçün deyə bilməz. Hansı ağıl şərtlərini dedik. O deyir ki, ağıllı ağıl, yaxşı ağıl. Onu da danışıq, o tək etməyə fikrim yoxdur.